Salam əziz izləyicilər. Lövhəmdəyik belə bir sualın həllinə baxaq, maraqlı bir sualdır. Deməli, nə deyir sualda? Düzbucaqlı üstbucağın daxilinə yarım çevrə çəkilir. AM toxunan, CM toxunan. Deyək ki, bu yarım çevrənin radiusunu tapın. İlk öncə nə edir? O çevrənin mərkəzi olduğuna görə toxunma nöqtələrinə radiuslar çəkirik. Radius toxunana perpendikulyar toxunma nöqtəsində, ona görə N və N bucaqları 90 dərəcə olur. Böyük bucaq, düz bucaqlı, üç bucaqlı, 11 bucağına alfa deyək, digər bucağına beta deyək. Alfa və beta cəmi düz bucaqlı, üç bucaqda 90 dərəcəyə bərabər olacaq. Fikir versəz, CMO üç bucağı, o da düz bucaqlı, üç bucaqdır. Bir bucaq beta olduğuna görə digər bucağı da alfa olmalıdır, çünki cəm 90 dərəcədir. Bu sağdakı ONA üç bucağında da yenə burada düz bucaq görürük. Bir bucağı alfadır, avtomatik digər bucağı beta olmuş olacaq. Fikir versəniz, həm ONA, həm də OMC bu üç bucağın deməli bucaqları alfa betadır. Burada da alfa betadır və MO, ON tərəfləri də ortaqdır. Onda da radius vardır, R yazaq bura. Demək ki, bu üç bucaqlar oxşardır. Oxşar üç bucaqların uyğun tərəflərinin nisbəti bərabər olur. Burada alfanın qarşısında 9 dayanır, burada alfanın qarşısında R dayanır. Sonra bu üç bucaqda betanın qarşısında R dayanır. Bu üç bucaqda da betanın qabağında 4 dayanır. İndi bunları çarpaz vuraq. R kvadratı 36, R bərabərdir 6 olacaq.